Birinci dəlil, ərşə istiva etməsi. Allahın ərşə istiva etməsi dəlalət edir ki, Allah subhanahu və teala zatı olaraq bütün məxluqatından ucadadır. Ona görə əhlüsünnə alimləri deyiblər ki, istiva ucalığın dəlillərindən hesab edilir. Əgər ərş ən uca məxluqdursa və Allah ərşə istiva edibsə, deməli Allah zatı olaraq ən ucadadır subhanahu və teala. Ona görə baxın, Yezid ibn Harun rahiməhullah görün nə deyir? Əhlüsünnənin böyük imamlarından olub, hicrətin 118-ci ilində doğulub. Ətbəy tabinlərdən hesab edilir. Buyurur ki, mən zəamə ənər-Rahmanə aləl-arşi istəvə alə xilafi mə yaqirru əv yuqirru fi nufusil ammə fəhuvə cəhmiyyun. Hər kim Rəhmanın ərşə istivasını insanların fitrətində və ilk olaraq ağla nə gəlirsə o mənada başa düşməsə, başqa cür izah etsə o cəhmiyyədir deyir. Yəni demək istəyir ki, Ər-Rəhmanu aləl-arşi istəvə oxuyanda Rəhman ərşə istiva etdi. İlk ağlına nə gəlir? Ümumilikdə sıravi müsəlmanların ammətun nəs deyir. Ağlına nə gəlirsə deyir, o mənada başa düşməsən, sən cəhmiyyəsən deyir. Yəni demək istəyir ki, Rəhmanın ərşə istivasını zahiri ilə başa düşmək lazımdır. Deməli, birinci dəlil hansıdır? Allahın ərşə istiva etməsi dəlalət edir ki, onun zatı ən ucadır. Onun zatı olaraq Allah subhanahu və teala bütün məxluqatının fövqündədir. İkinci, uluv sifətinə dəlalət edən adları. Dəlillərdən Allahın uluv sifətinə dəlalət edən adları var. O adlar dəlalət edir ki, Allah subhanahu və teala zatı olaraq məxluqatının fövqündədir. Məsələn, o adlardan Əl-Ə'lə, Səbbih ismə Rabbikəl-Ə'lə, Ə'lə, uca, və huvəl-Aliyyu, fikir verin, və huvəl-Aliyyul-Azim, Əl-Aliyyu, Alimul qeybi və şəhədə, Əl-Kəbirul-Mütəal, Əl-Mütəal. Bu adlar, hər adın daşıdığı nə var Emil? Sifət. Deməli, bu adlar dəlalət edir ki, Allah subhanahu və teala Aliyyundur, ucadır. Burada Allahın ucalığı bütün ucalığın növünü əhatə edir, şamil edir. Yəni, həm zatı olaraq ucadır Allah subhanahu və teala. Onun uluv sifətinə dəlalət edən adları göstərir.